Deməli qızlarla gəlmişik gəzməyə, hava almağa. Buralarda yoxlanış edik, görək marketlərdə zaten orada burada nə var qızlar. Bu elə bir xudmani balaca marketi gülü. Şey, nə salmışsınızsa geç. Sudan mudan var. Qəşəng deyil, ha paltarlar var. Günah 25, 35, 15, 25. Qəşəngdir, qəşəng. Buradan da belədir. Gəzməyə gəlmişik də qızlar. Havamız dəyişsin. Su, qaz su. Mənə də götürün də. Sırat yox da, qazsız. Banagua, banagua. Bir dənə də belə banagua. Burada da yaxşı duz paltarlar var dostlar. Görək, nədir? Başımıza gələn hadisələr. Deməli qızlar, Koroğlu'nun metrosunun üstündə çıxanda sizə göstərəcəm. Belə bir yer gəlir. Siz Allah onlara baxın, çox qəşəngdir. Özə neçə yerdə mağda. Qanlı işi belə paltarlar da var. Hamısı indirimdədir. Gəlin yararlanın. Elə bir ki reklam edin. Elə çıxdı biraz. Amma qəşəng köynəklər var ha qızlar. Yəni baxa bilərsiniz 9 manatdır bunlar. Təsirə uyğundur özə. Sonra sunkalar da var. Yalnız benim değil bunlar, neyse. Belə tişörtlər də var. Köynəklər. Sonra 15 manada belə sarı çukalar var. Sonra belə markalar var. Aslında siz onu qeydin, düzdür. Sonra içəridə baxın qızlar. 24 manat, 40 manat, 17 manat, 25 manat, 21 manat, 15 manat hamısı paltardır. Paltar adı evdə. Sonra qızlar belə kişi adları var. Elə mağazanın içindədir. Kişi ayaqqabıları, kişi köynəkləri. Sonra bijusteriya, sunkalar. Hansı? Teşekkür hansı? Ha, işte. Sonra qızlar belə sunkalar var 25 manatdan. Hamısı 25 manatdır. 15 manatdır bu addır. O addır 25 manat. Bu adderdə 20 manatdır. Bu da mənim dostum. Bu nədir? Az yolun ortasında Koroğlu. Yaman baş yekədir. Nə yiyirsə xəyələ? Çəkirəm hal-hazırda. Allah haqqı mümkündə niyə yiyirsən? Deməli qızlar, əşkirsən Allah dayanır. Nə olur, eyibdir. Deməli qızlar, gəlmişik. Neftçilərdə belə qəşəng pəraşiklər tapmışıq. İsti-isti yeyirik. Bir də yumru da ətlidir, yoxsa ciyərdir, hə? Xəyər qəşəng ciyər də var. Ketçupla. İkisi birinin bu heləri. Burada yiyirlər. Burada yiyirlər. Burada yiyirlər. Niyə siz çəkirsiniz? Ümumiyyətcə burada yiyirsiniz də. Hə, Safirqan götürür, özün götürürsən də o ne verir? Ne bunu? Götür özün yiyir. Şey var. Söz yapmışam ya bunlar. Ümumiyyətcə hər yeməyə zadı özüm verim. Özləri yiyir. Neyse anne. Bak baksana. Göyərtili deyil açıq ha. Gəl, yiyəcəksin, müşaşitləri bəsə. Bu da piraşki da. Bu da ətlidir, kartoflu da. Hatta o ciyarlı qəşəng olur məncə, ciyarlı. Ciyarlı. Bu da səskalıdır. Biz var, doğramız var. Sadəcə bilim çıxırız biraz arıq deyil, çox arıqdır. Onun içində sən yoxdur. Ha, ətlidir. Aha, ha. Qəşəng bir boşqaf düyü yiyib, sən gəl piraşki yiyir. Gedirəm elə düyü də yiyəm. Qəfilin necə kilo olmaq istəyirsən ki? Arıqlamaq istəyirsən. Necə? 20 söz. Əsl qəşəngdir də oradan. Yalan demir, xanım burada dedim, döyməyəcəksən, qoxuşsan bilə. Qəşəngdir, dostlar, tərif verir. Mən düyünün üstündə onu yiyənmərəm. Qəşəng kruşka da var da, iç biraz rasxod ediyor, cəmalata xeyir ver. Getdim, söz. Burada da özüm otururam, bacı. Gəlib gedənə baxıram. Deməli dostlar, günlər də bir ətlidir, bir də ət yox, ciyarlı, bir dənə də şeyli, kartoflu. Ha? Az mən düyü yemişəm, Quran haqqı yox az, nənəmin görür. Nəfsi üçün, hə. Ne belə yerin olur, əslində belə yerdə dadlı olur. Akruşka nə gözəldir, yiyin. Yaman acılar, dostlar, yaman acılar. Hələ ayranlarla var. Ay. Sadəcə buranın işini belə eləyir. Çıqı. Sen göstər qızım. İçi belə ciyarlandır. Evet. Allah da Kazan kıydı, pula piraşki yiyir. Bacılarım qıydı, pula yiyir. Bacım qıyıb pula. Bacım pula qıyıb yemək piraşki yiyir. Nuş olsun.
Şunlara bak. O iddiada lokman ötürdüler. Şunlara dostlar. Az bir manaj. Az bu işi koymadı. Bir yaşına. Böyle yerlerden iyi tatlı olur. Yemeği tersliyor. Aha. Ötürdü. Etti. Ne oldu? Sevgilimden ayrılamda ben dostlar. Ay takı. Ne aktarsan burada? Çelçe. Ay çelçe. Kelçe. Ay çelçe. Kelçe ne aktarsan? Kocaldın kılçığın da töküldü. Her bu yaşta. Zaman yaşı var ay dostlar, kılı tökülür. Yine yiyeyim seni yiyeyim. YouTube'da izliyorsunuz. Şuna video silersen de. Allah korusun. Senin sizi meşhurlemiş. Ya. Ağzımı çeker, burnumu deşiğinde neyse Yamansın sen. Sağ ol. Bakışarsan YouTube'a bakacağım. Ne tip verdi? Sinirim bozuluyor. Yani ben o yaşımda öyle algı çeker. Deməli dostlar, yaxşı gözəl bir çək. Gedirik hara? Gedirik gəzməyə. Gedirik yəni bizim böyüyü, ağbirçəyimiz. Böyüyümüz. Yalandan. Deməli dostlar, hazırlaşmışıq, gedirik. Laçın ticarət mərkəzinə. Prakata paltar götürək. Sen de çıkacaksın artık orada. Xeyirlə xanım. Sifarişiniz qəbul olduğu üçün gedirik artıq. Xeyirlərin özəl şoförü var. Yəni deyə biləsiniz qızlar. Yəni qarşısında həyat yaşayır bacım. Neyse kızlar, hiç sözüm yarım qaldı. Həmişə olduğu kimi gedirik. Saadətin qızının ad gününə görə və Saadətin də ad günü olduğuna görə restoranda olacaq. Gedirik paltar almağa. Almağa yox, daha doğrusu prakata götürməyə. Gedək görək Laçın ticarət mərkəzində nə paltarlar var. Geyinək soyunaq. Get yollar qurtarmıyor qızlar. Hələ məktəb açılanda nə edəcək bu cəmaət bilmirəm. Bir də yəqin bilirsiniz də metrolar bağlandı. Şeyə göndərmişəm metroları hazırlanması üçün remont deyirlər. Remont üçün metrolar bağlanıb, məktəb də açılır. Ancaq qaları probkalarda taksicələr bir saata. Marşrutlar basa-bas. Dola-dol, hamı oyuna çiyin-çiyinə üst-üstə. Günümüz var bir il. Bir il ancaq açılır. Kızlar cılanar, qarğıdalı, zamet qaladım, gəlib alacam. Gəldik, çatdıq. Ajlarla gedirik. Bakılar fəaliyyətdədir. Görə tapa biləcəyim dostlar paltar, yoxsa iləmiş paltarlardan mısın? Yaman arvad baxdı sağ günlər. Bir abura həyat da geyinib. Bacım belə yazıq uzun geyinib. Xeylə biraz qısa geyinib. Bir də mən buna niyə belə baxırız? Adi dünən şalvar giymişdik qızlar. Allah üstünə də uzun sarışqa. Başımız da nə gündə. İnansın, cəmaat bizi gözü ilə yiyirdi də, bilmirəm niyə. Cəmaata nə eləmişik? Uzun sarışqa, qara uzun trapez şalvar giymişdik. Eyni giymişdik də yəni hamımız. Kamu bakımları pek Ya da başınız adını təkib baxsan, Amerikan qol. Belədir. biraz öyle. Məşhur insanları çəkirəm. Aha. Cuna baxın əlindəkinə. Cuna hamı yazıb ki, günlər arıqlayıb şeydə, YouTube'da. Harfli ama giyir yine. Qan söyməmiş yox, hələ saat 2 nə söyməsə? Tərtizdə. Zaten yok işte. Hələ biz qızlar adlarına qalxmamışıq dostlar, qalxa bilməmişik. Ancaq kişilər adlarıdır. Səndən işləyir ha, çıxılı. Səpiş səndən işləyir, get. Ay senin neler başkanı da burada ya. Hə? Şey cümlette. Çatan da başkası. Zeynep. Ne buralarda? Dolu. Neyse. Bura ancaq qızlar kişi adlarıdır, kostyumlar. Hə? Qəşəng belə ziyafət onları var. Gözəldir. Aman tanrım, çox gözəldir. Həqiqətən qəşəng tonlar var. Satışdır, yəni prakatdır. Bu nə gözəldir. Mənlik sənəsi. Hansı bu qara? Limənlikdir az. Bu boz. Ayaqqabılar da var ya burada. Buradan almışdım bir dəfə 80 manat ayaqqabı.
Mənim də. Bu nə gözəldir bu qara sadə. Hə, Cunar? Qara sadə nə gözəldir bu. Ne güzeldir. Sənə nə gözəl qalar xeylə. Geyin bax da. Gözəl qalar. Bu yox. Bu nişanın üstündə bu gözəldir. Bu. Sarı da gözəl. Bu çox qəşəngdir, hə dostlar. Bu. Oluş istəyib. Sənin əyninə belə çalırsan da çiynini. Sən rahat. Baxın, bu qara da gözəldir. Gəl baxarıq ha. Geyin. Geyin baxmasa olmaz. Niyə? İşte. Yenə deyil. Pis deyil. Bərdə dili. Qəşəng ziyafət ayaqqabılar da var. Buradan almışdıq, hə? Heç o ayaqqabı mən tapmadım mı? O ayaqqabı yoxa çıxdı. Evdə deyil. Şeyin içine koymuşam. Nə? Fen aparatı var. Hə. Suyun içine koyup koymuşam. Evde de maharası koymuşam. Belə baxın, girib baxmırıq. Elə orada memo üçün boylanırıq. Nə gözəldir bu da. O çox şeydir, bu qəşəngdir, bax sadə. Gir bax da. Salam. Keçin baxın da qızlar. Alsı nə qəşəng, gir bax da. Gir bax. Gəl də girib baxmalıyıq da sırtdan başda. Deməli qızlar, axır ki bir dənə yerə girə bildik. Ama çox gözəldir onlar var həqiqətən. Bence. Yaşıl da qəşəngdir. Çox gözəl. Bende bir sene kalar o. Yaşıl da yamandır ama Sevgidir o. Ben de benziyor. Size olur. belə donlar var, qız da çox qəşəngdir. Ah, adam hər gün birini geyinə. Alasan hər gün birini geyinəsən. Nə deyirsən Cunlar? Cunlar nə deyirsən? Nə deyirdin? Hə, Cun xərən toyunda nə gələcəyim? Valla mən də bilmirəm. Özdə elə fikirləşirəm ki, sənin toyunda bu bizi qovarıb seçsək. Özdə özü seçəcək, mən bilmirəm də. Biz qovar elə üzüdür. Mənim toyumda neydi az giymişdim. Mən də onu adı göndərə gəlirəm. Amin. Sənlə baxım, amin. Ne güzel kırmızıya var. Ne bak böyle baktım. Nişan paltarı, əsl nişan. Toyunuzla. Sonra görüm ikinci dəfə gedəsən. Siz bilmirəm, necə çarpında içər. Gələn ay mən necə inəcəm toya. Gələn ha? Qəşəng donlar. Şöyle Allah, kəllərini də qalmış. Gəlmişsən gəlinliyi də seçdi. Bunlar üçün, parça üçün. Qəsəl bir şey istəyirsən, neysə. Bu daşımaq lazım. Bir baxın. Şeyin baxsın. Bu daşımasan bilməsən, ne? Çox qəşəng. Subay qızlarımıza qisməti inşallah. Həri dostlar gəlmişik. Sən nə hərəkətlər deyirsən sən son vaxtda? İnan. Deməli dostlar gəlmişik Xeyrən xalasının yanına. Böyük xalasının. Bunu götürmək istəyir. Burada biri var. Bəyənmir heç birini. Göstər deyəndə nə var ki, nəyi göstərməli bir tapsan ki, yesin. Nəysə dostlar, bir də Cunlara belli, delfində dedi. Deyir balina, deyir balina. Ne oldu aynı? Bir çıx görək. Balina. Bibi balinanı çıxart da bir suya üzsün. Bibimizin yanına gelmiş kızlar. Her yerde sevgililer var. Kimin? Her yerde sevgililer. Ha, her yerde sevgililer var. Bibi, hamı bura şey gəlir də, tütük gəlir. Biz ilk birdən asaq. Evet dostlar, axır ki çıxa bildik Cənnət mahalləsindən. Dakılar özlərinə götürdü. İlka ilə Dakı ilə Naska götürdü özünə paltar. Naska budur, İlka Dakı səndə. Adı sən? Yo, Nüşü. Hə, Nüşü, Naskı, Dakı. Yox. Nüşü. Nüşü mənəm dostlar. Naska, Dakı. Naska da tez tapışım. Hay Allah, tez ol. Ay Allah, görüşüb gəl lan. La fotolandı düşdü. Nə yeyə xilajam, yaşda dözümüm yoxdur mənim. Təzə sevgililər, hamı əlinə tutur, biz də tutaq. Allah ki. Əl-ələ, göz-gözə. Deməli, Temu buna hədiyyə qapır, vay Allah. Dakika fədü vermir. 3 Hə. tane bir tane almışam. Birinde pay verir. Hadi hədiyyə ver də. Hadi değil. Buna hali orada. Onun canını götürdüm. Hə, düzəltdirəcəm bu.
Ali yok da başkasına uzatırdım. Bes model kim o yedi? Ay gəlişən, gəlişən. Au, wow. Podium. İşte. Ne oldu? Çok beğeniyorum. Deməli dostlar, çıxmışıq. Qızlar paltar aldı, mən ala bilmədim. Bəyək dedim də amma. Deməli qızlar çıxmışıq, gedirik evə. Cünlar pasatkaya saldı, Hüseynə də paltar aldı. Gedirik evə getmək. Evə yox, əstəğfurullah. Gedirik restorana biraz çörək yeyək. Saat neçədir? Hələ saat neçədir? Cünlar saat neçədir? Saat 5:25'te. 5:25 dəqiqə səhər yemişəm, Eqnor Time. Gedirik, hamımız çörək yeyək, hamımız acıqcıq. Çörəklə tapırıq yeməyə. Oradan da evə. Mən də heç nə alamamışım. Nasıl qızlar? Elə qızlar, belə göbələk supu demişəm özümə, xəyala da deyibdi. İnanın çox dadlıdır da, yəni Allah and olsun, çox qəşəngdir. Yəni o düz yemək demişəm, amma göbələk supu öncədən dedim ki, yemək yeməmişdik, çox qəşəngdir. Sən onu yeməsən, yeməsən? Ben yemiyorum çünkü. Hə niyə? Süpüşdə. Ben bir dünyalıyım. Mən şok qızlar, bacım yemir. Bacım yeməsə də paltarı rəngə, yox, elə də o qədər deyil, amma yəni yeməsə də öz suyundan qalmır da, yəni bir kreativ sularından qalmır bacım. Kuş olsun qadam. Salacağım. Sağ ol. Necə düşürəm aynı? Deyib, hə? Necə düşürəm? Geçək, çöldə vaxtında düşürsən. Gedirəm. Özümdə yemək yedirəm, dostlar. Hə? Yiyin. Tamam. Bir mən çəkim. Yox, lazım deyil. Bir şey qəşəngdir, hər şey əladır. Amma bir dənə bu sırabın ölçüsü mənə çatmadı. Yəni mən də su xəstəsiyəm qızlar. Bu gün neçədir? 333 qramdır. Nə bilim valla qızlar. Bir stəkan mən içmişəm, bir stəkan içərim, içiyorum. Bunu da yeyə bilmədim, yağlı deyəm. Yağlı deyəndə ümumiyyətlə göbələk su qaymaqlı olur da, qaymaq da yağlı olur. Mən bundan artıq yeyəmirəm heç vaxt. Bundan artıq yeyə də bilmərəm. Deməli qızları belə ət ruleti demişəm. Dadı çox qəşəngdir, çox dadlıdır. Həqiqətən, elə bilsən ki, ocaqda bişib. Yemişəm. Hə. Sousuna baxdım, çox qəşəngdir. Çox qəşəngdir. Xəyərə də, paşda da xəyərə yəni yemək demişik. Amma həqiqətən, yeməklərinə görə bura dəyər gəlmək. Firustakı qiymətlə yemək çox qəşəngdir, yəni çox münasibdir. Göz haqqınızı halal eləyin. Bir yazacaq halal eləmirəm. O qədər dadlıydı, xəyərə lap sivirib. Hələ çörək axtarır ki, onun orada qırağında qalıb, onu da sivirəm. Zarafat edirəm də. Mən də ki, bu günə qoymuşam yeməyi. Belə qızlar, günləri o qədər dedik ki, qəşəngdir. Günlər də ondan yedi. Bir yağ çəkənmədim, bir də belə badımcan ikrası deyibdi. İçində qozdu var, qozdu, mayonezli yəqin, bir də badımcandır. Ət də olardı yəqin, çarxanlar ət də vurarlar, toyuq ət. İnanmıram, yenədən. Amma yəni qəşəngdir də, dadlıdır bu. Buradan çəkəmdə nə gözəl düşürmüş aslında. Gözəl çəkdim. Belə bir çay dedik. Elədim. Və günlər də. Sənin bu suda var, hə? Ada. Xanəndə var. Bax bu var ha. Bax bu mənim başım ağrıdı. Bunun üstünə azlar olsun. Nə? Hansı evi? Hansı? Dünən baxdığımız, hərdən mənə of deyirəm. Hə. Düz mən onu deyirəm də. Çox elə bilsən ki, girmişsən hansısa iş danışmağa, ya xəstəxanada bir girmiş, amma mənə çox olan nə yoxşadır. Elə bilsən ki, qapıratı həkim çıxacaq çölə. Elə bilsən xəstəxanada, nemlənməm. Zalım qapı neydi? Az neydi şkafı? Hələ polun rəngi. Ev dombalı bir kere. Tamam bari. Bura göydə qaldı, yağ verin olur. Ev açıq qalır da hava yeri bırakın. Oxşuyuram. Çalışmışam. Eşitdiniz qızlar. Neyse. Mahnı qoymur. Mahnı imkan vermir. Adını dedim, hər şey 10 manatdır qızlar. Yer tapmışam sizə. Hər şey 10 manatdır. Nə alsaz 10 manat. Pulsuz reklam edir bacığı sizə. Xeyriniz də yox, değil mi? Şortiklər qızlar. Alın, yığın başınızın altına. Gələn yer giyinərsiniz də. Şişdiyə. Sən nə olur belə?
Qızlar həqiqətən hamısı olmadı. Elsivaki ilə Elsivaki'dir yoxsa hansıdır? O birisini deyəmirəm, dilim tutmur. Belə şortik dəstləri. Maşallah hamısı olmadı. Bunlar 15'dir 10. Xanım 15 yaz baxı bura. Dən anlattın bizi qız. Allah da deyəsən bu bacı bizi. Gel. Ha, yuxum gəlir hemen. Az nə qəşək. Bax bunu geyiniz. Xala bir dənəcək. Xanım bir dəyə. Ömrüm bir dəyə. Xan yedi. Az boyun mərlə biraz. Sonra belə koftalar var. Abırlı həyallı, ləyaqlı qızları. Sonra qızlar belə lastinlər var. Geyim məşqələ. Asıl qışın malıdır botla. Belə ağ şalvarlar var. Belə gecə. Yamandır. 5 manatdır bu. Yoxsa 22 manat. Hə? Yürüz. 5 yazılıb. Onu nə bilim bana. O kod 22 manat. 23 manatdır. Gözəldir, yəni dəyər. Sonra nələr var? Sonra belə uzun donlardır qızlar. Mən bu mağazanın tanıyam. Əslində bahalı mallar olur. Sadəcə indi yəqin sezona görədir. Belə donlar. Ay Allah qızlar nə gözəl dondu. Sadəcə sinə yeri balaca olur. Ona görə ala bilmirəm bu tip donlar. Mən Saadət, Merisin ad gündə nə geyinəcəm bilmirəm. Paltar tapmadım. Hə, gəlmə vaxtımı itirdiniz siz mənim bu gün. Nədir? Belə koftalar da var. Belə. Aha. Neçədir o? Anadolu almadım. O neçə? Hansı da olur? İçindeki mən almadım. Heç bax. Niye? Sen giydin 200 lira. Verirəm az mən onu. Sen gidiyor kadın gelmiyor. Hə, okey. Pis günler gelersen gitti. Belə şeylər də var. Qoy bir dənə tuşanı çəkim, cəmaata reklam edeyim. Təzə mallar da gəlib qızlar. Gəlin alın. Hələ qızlar baxın, New York-unu görürsünüz. New York ilə düz üzbəyiz buradır. Baxın, bunun yanı. Buradır. Oradan da bu düşür. Elə bir ikisinin ortasında belə deyim. Endirimlər, çox qəşəng məhsullar var. Yəni adres buradır. Pulsuz reklamda istəyirsiniz məndən. Oy dostlar, ayaqlarım, qıçalarım qırıldı. Buradan niyə tapmışam? Bunlar da qiybət qırır, kimisi arxasında danışır. Kimisi evini yıxır. Ayaqlarını eri qoymuşdun. Belə qalmışdı, gündür ayağın cümləri elib çıxmışı. Bir də elə gün var. Ayaq belə qalmış dostlar. Nə aldınız babacı? Olmadı hiçbiri. Ben ne geldim? Ne aldım? Corab mora. Sen orada bize anlattın ki corab aldıq. Orada 8 manat dedi, mənim qulağım aldı. O bayaqçı yerdə nə aldın ki? Şey de aldım bana. Nə qırır? Ha, nə büşdü? Asıcınlar, ayağıma bax. Paltar alamadım ama mən bu cüsün üzünüzdən. Üzünüzdən. Onun çolpağın üzündən bir paltar alamadım. Adil yoldaydı bir de geç. Sabah çıxışında günü sabah alarıq. Bunu da gözləyirəm. Adil ömrüm. Qalış. Bırax məni gülü. Nə? Burada oturmuşdum dostlar, ayaqlarım o qədər ağrıyır. Gələn gedən asfaltda mənə baxırdı Allah. Ayağım ağrısın mənim. Nəsə ayağımda problem var, bilmirəm nədir. Bir an bilirəm ki, o ayaqdakı problem nədirsə dəhşət dərəcədə ağrıyır. Çölə çıxıram, saat yarım sonra tabanımın üstə basamıram. Niyə elədim, mən bilmirəm. Gedəcəm həkimə. O vaxt getmişdim, MRT dedilər. Az içim açdım, danışdım, lap qızlar. Buradakı özündə. Dostlar, evə gəlmişik, yorğunluqdan da ayağımın üstə basamıram da. Bayaq da içim, ürəyimi açdım dedim sizə. Bir də çunaya baxır, gedim görüm nə çunasına baxır.
Gelsin. Hadi biraz dilimle. İyi misin? Sağ ol.